Değerli Nurlu Səhər TV izləyiciləri, hər birinizi salamlayıram. Mən bir neçə dəfə qeyd eləmişdim ki, Nurlu Səhər TV Azərbaycanda ilklə imza atan yeganə kanaldır ki, kənd yerində yaranıb fəaliyyət göstərməyə başlamışdı və hətta ağır dönəmlərdə belə, pandemiya dövründə də öz missiyasından geri qalmamışdı. Kənddə, Respublikada olan problemləri işıqlandırmışdı. İnsanlara xeyirli, faydalı əməlləri daim qeyd eləmişdi. Bundan sonra da hər birimiz bilirdik ki, ümumiyyətlə bu müstəqillik dövründə Şəkili Kiçikdəyli kəndində olan evlatları digər adamlar kimi də Rusiya şəhərlərinə öz ailəsini dolandırmaq üçün getmişlər işləməyə. Ümumiyyətlə, bizim dəhnə uşaqları hansı məşəqqətləri yaşayırdılar, hansı çətinliklərlə üzləşirdilər, bu işlərin öhdəsindən gəlindi. Hər birimizə məlumdur ki, mən onu, əlbəttə, özü də tez-tez adının hallanmasını da istəmir, açığı ki, yəni, dəhnəli uşaqlarına dayaq tutdu, şərait yaratdı, o dövrdə də deyək ki, həm öz ailələrini dolandırdılar. Son dövrlərdə də bizim kəndimizdə bir xeyriyyə qrupu yaradıldı. Bu xeyriyyə qrupunda özünüz bilirsiniz ki, hələ bu qrup yaranmamışdan əvvəl kəndimizdə onlarla ailəyə evlər tikildi, imkansız, evi yanan, ümumiyyətlə təbii fəlakət nəticəsində ziyan çəkən, xəstəliklərdən əzab çəkən insanlara nə qədər kömək olundu, bütün Respublika Kiçikdəyli kəndinin bu xeyirli əməllərindən danışırdı. Bakı şəhərində mən nə qədər insanlarla ünsiyyətdə olanda qeyd ediblər ki, halal olsun ki, Kiçikdəylidə belə olanlar var. Zərər çəkən, evi yanan adamlara nə qədər ailələri sevindirdilər. Onların övladlarının yığılıb evdə normal şəkildə, sağlam şəkildə yaşamalarına şərait yaratdılar. Bayramlarda imkansız ailələrə yardımlar edildi, sevindirdilər, süfrələrdən bəzək vurdular. Yəni, bunu görməmək, mən deyərdim ki, mənəvi korluqdur. Yəni, bu işlərin hamısı olub. Təəssüf ki, mən bunu həmişə demişəm, reallığı danışmağı xoşlayıram. Təəssüf ki, bizim kəndin də nə qədər ziyanlarımız, müəllimlərimiz, həkimlərimiz, qrup üzvləri çalışmalı idilər ki, yəni bu fondun fəaliyyəti daha yüksək səviyyədə olsun. Lazımsız şeyləri çıxıb deməlidirlər ki, kəndimizdə hansısa bu proseslər baş verir, yaxşı olar ki, olmasın. Yaxşı işlərə almışlar deməlidirlər, həvəsləndirməlidirlər. Bu oğlanlarımız gedib çətinliklə qazanıb, kəndin inkişafı üçün, yollarından tutmuş, məktəbinə qədər, qəbristanlığa qədər, əvvəl sadaladığım işlərin hamısını nəyin hesabına gördülər? O birliyin hesabına, vəhdətin hesabına, vətənpərvərliyin, kəndimizə olan sevginin hesabına. Bu sevgini bizə yaşadan əlbəttə ki, birinci növbədə Rusiyada işləyən oğlanlarımızdır və bir şey qeyd edeyim ki, adicə son dövrlərdə, bazarlarda, belə deyək də, alverin olmaması, zəiflik, süslük olması, müxtəlif səbəblərdən öz evlərində problemlərin çox olmasına baxmayaraq, bizim o övladlarımız adicə bu son bir neçə günü götürək. 2-3 nəfərin xəstə adamın əməliyyatı üçün kömək elədilər, pul yığdılar. Bir gündə deyərdim ki, abi qardaşımızın əməliyyatı üçün lazım olan məbləğ yığıldı. İndi Aydın kişinin nəvəsi, Ofeliya xanımı, rəhmətli Rəşənin övladının əzab çəkdiyi bir vaxtda, əməliyyata ehtiyacı olduğu bir vaxtda, tibbi müdaxiləyə ehtiyacı olduğu bir vaxtda səfərbərlik nümayiş elətdirdilər. Bunu niyə görə hər yerdə qeyd olunmur, hər kəs bunu alqışlarla qarşılamır, təkcə biz kanal olaraq yox. Əvvəllər də demişəm, bizim kəndin yaxşı işlərini hər kəs, hər yerdə təqdir etməlidir, bəyənməlidir. Bizim bu sahədə olan ən azı verilişlərimizi yaymalıdırlar, bəyənməlidirlər ki, yəni təkcə bu bizim kənd üçün deyil bu missiya. Ayrı yerlərdə də xeyirxah insanlar, xeyirli iş görmək insanlar bizim kənddən nümunə götürür. Mən çox danışa bilərəm.
Vacib bəy, mən dediklərim hər halda Erdoğan üçün çox məqbul. yerində qeyd olunmuş bir məsələdir. Bu məsələyə də aydınlıq gətirdən çox sağ ol, sana təşəkkür edirəm. Yaxşı əməl sahiblərini Allah qorusun. Allah onlardan razı olsun ki, yəni bu kəndimiz üçün, kəndimizin ahalisi üçün, kəndimizin gələcəyi üçün bunlar heç neyi fikirləşmədən, heç neyi gözün qabağına almadan kəndimizə mütəmadi olaraq nə edirlər? Kömək edirlər. Xəstələrimizə, ev yananlara, nə bilim ehtiyacı olan insanlara hər zaman kömək edirlər. Allah onların hər birindən razı olsun. Allah onlara ömür versin, uzun ömür versin, can sağlığı versin. Allah bax bu görülən işlərdə də bax bu qabağa duran insanlar var, bu işlərə köməklik göstərən insanlar var, bunu təşkil edən insan var. Allah onların canını sağ eləsin. Allah Teala onlara can sağlığı versin. Bir daha can sağlığı versin. Çox sağ olun, təşəkkür edirəm. Çox sağ olun Vacib bəy. Ümumiyyətlə mən bir daha qeyd edirəm ki, ola bilsin ki, tək insanlar var ki, bu xeyirli işin qarşısına sədd çəkmək istəyirlər. Yəni bu heç də müvəqqəti olan bir şeydir. Yəni insanlar da dərk edir, başa düşür ki, belə deyək də son dövrlər açığını deyək ki, xeyriyyə fondunda bir balaca süstlük yaranan kimi belə gördünüzmü nə boyda problemlər üzə çıxdı, nə qədər insanlar deyək ki, pis vəziyyətdə qalıb, müraciət eləməyə yer tapmadılar. Sonda yenə də xeyriyyə fonduna müraciət elədilər və bu fondun da əvvəl dediyim kimi təşkil olunmasında biz də kanal olaraq nümayəndələrimiz iştirak elədik. Kəndin həkimi Ramiz həkim, tanınmış adamlar, şəhid atası da biz qürur duyuruq ki, fəxrləyirik ki, belə bir fondu yaratdıq və bu fondun əməlləri də bir məsəl var. Balıq bilməsə də xaliq biləcək. Yəni, buna görə də mən deyirəm ki, insanları daha da ruhlandırmaq lazımdır. Bu fonda kömək edən oğlanlarımızı da, fondun rəhbərinin müəyyən müddət sağlamlığı ilə bağlı Allah şəfa versin. Elçin qardaşımız da bu işlərdə müəyyən qədər, deyək ki, müəyyən müddətə kənarda qaldı. Hal-hazırda sağlamlığını bərpa eləyib, Allah şəfa versin, uzun ömür versin ki, yəni dəhnənin inkişafında, dəhnədə dediyim kimi problemlərinə həll olunmasında necə ki, çox insanlar üz tutur, müraciət eləyir, bu müraciətlər həyata keçsin və kəndimizdə belə deyərdim ki, xəstə insanlar olmasın, birlik olsun, vəhdət olsun, çox söz deyə bilərik. Ümumiyyətlə, mən hər dəfə deyirəm, eyni ampulada da qalıram ki, təbii ki, çatışmazlıqlar da olmalıdır. Kəndin istər rəhbərləri səviyyəsində, istər adi insanları səviyyəsində. İndi, misal üçün, son dövrlər hər ay bir küçədə bələdiyyə hesabına küçələrə durbalar salınır, yola qum səpilir, müəyyən işlər görülür imkan səviyyəsində. Çalışıb insanlar da mən üst tuturam bizim vətəndaşlarımıza, adicə barısının dibini, deyək, qapısının ağzında bir neçə metr yeri kürəklə düzəltmək, suyun yola axmaması, birinci növbədə öz uşaqları üçün lazımdır, təmizliyə riayət olunması, o təmizliyi kimsə gəlib körlüyürsə, zibil atırsa, onlara özləri məsləhətlə başa salması. Yəni, burada ictimai hərəkət olmasa, tək bir adamlarla, bir günlə hansısa bir küçə düzəldi, sabahlarını oraya gətirir, nəsə elədilərsə, bu iş olmur. Buna görə də çalışaq bir yerdə bu problemləri həll edir. İnşallah. Mən sonda onu demək istəyərdim ki, deyir ki, yaxşı adamların başına dönün. Peyğəmbər sayardı yaxşı adamlar. Fırtınalar, qasırğalar içində tükənməz mayaqdır yaxşı adamlar. Allah yaxşılara min zinnət qurdu. Haqqı da yaxşılıq üstündə qurdu. Gözə çıraqdır, elə dayaqdır, körpüdür, nə bilim, nədir yaxşı adamlar. Allah yaxşıları qorusun. Allah yaxşılara can sağlığı versin.
Görülən işlərin hamısı bizim kəndimiz üçün görülür. Keçən səfərdə Eldan müəllimlə getdim, yola qum töymüşlər və yolda abadlıq iş apardılar. Həqiqətən də göz oxşuydu, həqiqətən anama belə fəxarət hissi, fəxrli idi ki, bu yolların düzəlməsidir, nə bilim, bu azbest turbalarının ora salınmasıdır. Yəni bu Eldan müəllimin sözünün qüvvəsi hər ay məsələn bir küçədə bu işlər görünməlisidir. Ona görə də bütün insanlar görülən işlərin hamısına qiymət verməlidirlər. Yaxşı işlərə qiymət verilməlidir. Yaxşı işlər tərifə layiq olmalıdır. Burada nə var ki, şəxsi ambisiyalarımıza olmaq lazımdır. Xırda, küsüdən, umudan, nə bilim, şəxsi ambisiyaları qırağa qoymaq lazımdır. Bax, bunları qoymaq lazımdır, arxivinə atmaq lazımdır. Yəni, tarixin arxivinə atıb, ağzına bağlamaq lazımdır. Çünki ömür çox azdır. Bu qısa ömürdə gəlin bir-birimizlə sıx yapışaq ki, sabahlan birimiz dünyamızı deyəndə heyfslənməyik. Heyfslənməyik ki, heyf ki, bu işləri neyəyə bildik, görə bilmədik. Yəni, o görməkləri də, bu işləri görməkləri də, o bəsrət gözü var, hansı ki, bəsrət gözü. Ondan sonra olub, öz əqidənlə, öz düşüncənlə baxmaq lazımdır və qiymət vermək lazımdır. Çox sağ olun, bir daha hər birinizə təşəkkür ederim.